Salam əziz izləyicilərim. Bugün mən kartoflu börək hazırlayacağım. Kanalıma abunə olub, mən dəstək olmağı unutmayın. İndi isə keçək hazırlama qaydasına. Bizə lazım olan ərzaqlar 200 ml ılıq süd, 200 ml ılıq su, 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 çimdik duz, 2-3 qaşıq duru yağ əlavə edib yaxşıca qarışdırıram. Yaxşıca qarışdırandan sonra az-az onu əlavə eləyib xəmir yoğururam. Çox da bərk olmayan, elə yapışmayan xəmir alınır. Xəmir yoğurandan sonra 1 saat yarım gözlədirik ki, xəmir acılansın, üzünü tutsun. Xəmir acılanıb üzünü tutandan sonra havasını çıxardıb, gündə tutub yaymağa başlayırıq. Çox da nazik olmayan formada xəmiri yayırıq. Videoda göründüyü kimi. Xəmiri yaydıqdan sonra öncədən hazırladığımız pürəni xəmirin üstünə əlavə eləyib onu da yayırıq. Yaydıqdan sonra rolet formasında bükürük. Rolet formasında büküb kesirik. Kesdikdən sonra tavaya əlavə eləyib əlimizlə biraz əvvəlcədən yağladığımız tavaya əlavə eləyib əlimizlə biraz forma veririk. Biraz əzirik. Əlimizlə forma verdikdən sonra bir 10 dəqiqə gözlədirik ki, yəni xəmir özünü tutsun, yumşaq börəklər alınsın. Bir 10 dəqiqə gözlədikdən sonra bir yumurtanın sarısına 2 qaşıq süd əlavə eləyib üstünə şutqa ilə çəkirik. Sonra isə 180 dərəcədə qızdırılmış sobaya 35-40 dəqiqədə pişməyə qoyuruq. Bir 5-40 dəqiqə pişdikdən sonra çıxardıb servis eləyib nuş eləyə bilərsiniz. Yumşaq, çox dadlı börək alınır.